Prezident İlham Əliyev indicə sakinlərlə söhbəti zamanı bu torpaqların məhsuldarlığından bəhs etdi. Ancaq bildirdi ki, bu dövrdə məhsuldarlıq o qədər də yüksək olmayıb. Bunun səbəbinə gəldikdə isə bu, ermənilərin işğal dövründə bu torpaqları kənd təsərrüfatı qaydalarına zidd olaraq istismar etməsi ilə bağlıdır. Fəxr edici andır ki, Qarabağın bütün bölgələrində canlı həyat başlayıb, quruculuq işləri başlayıb. Artıq mən səhv eləmirəmsə 42-ci bölgədir ki, artıq ora köç başlayır. Qarabağın bütün zonalarında insanlar öz doğma yurtlarına qovuşur. Biz də eləcə də bugün kəndimizə gəlmişik. Bu təəssüratları sizinlə bölüşmək bizim üçün çox şərəflidir. Bizim üçün çox sevindirici haldır. Mən buradan 8 yaşlı 2-ci sinifdə oxuyaraq çıxmışam. İndi hal-hazırda 40 yaşım var, müəllim kimi qayıtmışam. Mənim üçün çox sevindirici haldır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah prezidentimizi də qorusun ki, bizlərə bu sevinci, bu xoş günləri yaşatmışdır. 40 yaşımda buradan çıxmışım. 40 yaşımda. Uzun müddət elə bax bu torpaqda müəllim işləmişim. Yaxşı yetişdirmələrim var. İndi 73 yaşımda qayıtmışam. O qədər sevinirəm. Belə bir gözəl şəraiti yaratdığına görə Cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Mən buradan çıxanda 8 yaşım vardı. Şükürbəli kənd məktəbində 2 sinif oxumuşdum. 8-ci sinifdən, daha doğrusu 8 yaşım olanda, yəni çıxarkən bir uşaq kimi buradan çıxmışdıq. Artıq 41 yaşında bu kəndə qayıdırıq. Çox sevincli bir gündür. Özünüz də görürsünüz ki, necə gözəl bir şərait yaradılıb. Buna görə Cənab Prezidentə təşəkkür edirik. 2016-cı ilin aprel döyüşlərindən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndi Böyük Qaydışın ilk məntəqəsi idi. 2-ci Qarabağ müharibəsindən sonra Cəbrayıl şəhəri və Horovlu kəndi keçmiş məcburi köçkünləri qarşılayıb. Bugünsə daha bir yaşayış məntəqəsinə ev sahibləri qayıdır. Bir qədər sonra Prezident İlham Əliyev kəndin açılışında iştirak edəcək, fərdi evlərlə tanış olacaq, sakinlərlə görüşəcək, o cümlədən orta məktəbdə görülmüş işlərlə tanış olacaq. Qeyd eləyək ki, bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda 25 ümumi 12 məktəbə qədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Sinif otaqları ilə yanaşı laboratoriyalarda şagirdləri gözləyir. Ən müxtəlif təcrübələri aparmaq üçün imkanlar var burada. Kənddə artıq 635 ev hazırdır. Görək necə hazırdır və şükürbəylər hansı şəraitdə yaşayacaq. Bir, 2, 3 və digər 4 otaqlı mənzil. Hətta 5 otaqlı mənzil. Bir qədər sonra Prezident İlham Əliyev Cəbrayıl rayon mərkəzi xəstəxana kompleksində görülən işlərlə tanış olacaq. Xəstəxana ambulator və stasionar xidmətlər göstərəcək, ən müasir avadanlıqlarla təchiz olunacaq. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji resurslarından istifadə ilə bağlı daha bir layihə həyata vəsiqə qazanır. Günəş
elektrik stansiyası, Şəfəq Günəş elektrik stansiyası istifadəyə verilir.